Salam əziz dostlar. Bugünkü həmsöhbətimiz Güneyli soydaşımız və şərhçi, siyasi aktivist Taymaz Urmulu bəydir. Xoş gördük Taymaz bəy. Salamünaleyküm, çox sağ olun, təşəkkür edirəm. Bu vəsilə oldu ki, vətəndaşlarımız ilə həm şimalda, həm cənubda söhbət edək. Dünyanın harasındakı vardılar, sağlıq arzudur. Çox gözəl, minnətdarıq ki, qəbul ediniz dəvətimizi. Maraqlı mövzulardır. Biz daima Güneyi diqqətlə izləyirik və bu bizə çox vacibdir. Çünki orada böyük qismdə soydaşlarımız yaşayır. Əslən Azərbaycanın böyük hissəsi bu qonşu dövlətin ərazisində yerləşib. Onun üçün bizə çox vacibdir. Həm dövlətlər arası münasibətlərin yaxşılaşması, həm də Güneydə ümumi atmosferin düzəlməsi. Doğrusu son aylar müsbət hadisələr baş verdi. Azərbaycan-İran ilişkilərində zahiri görünüş belədir. Yəni mən bunu deyim ki, İran prezidenti Pezeşkiyanın demək, ümumiyyətlə seçilməsindən sonra nisbətən İranın xətti Azərbaycana qarşı yumşaldı, yumşalma nəzərə çarpdı. Sonra bu prezidentin gəlişi baş verdi Azərbaycana, çox isti qarşılandı doğrusu. İndi də yeni xəbərlər çıxır ki, Azərbaycanla demək İran arasında intensiv nəqliyyat demək əlaqələri bərpa olunur. Tehrana olan reyslər bərpa olunub. Həm də yeni Bakı-Təbriz uçaq reysləri açılıb. Həftədə 2 dəfə iyunun 14-dən açılacaq. Bunlar müsbət işlərdir. Əlbəttə yaxşı ki, iki ölkə arasında münasibət, o gərgin münasibət biraz yumşalıb. Amma soydaşlarımızla nə baş verir? Siz bu barədə bizə danışardınızmı? Bu Pezeşkiyanın gəlişindən sonra Güneydə proseslər necə gedir? Münasibət necədir? Ümumiyyətlə, atmosfer necədir Güneydə? Əsasən siz də bilirsiniz, yəqin ki bizi baxanlar, dinləyənlər də bilirlər. İran dediyimiz ölkədə keçən 45 il 50 ildə olan rejim və ondan öncəsi Pəhləvi rejimləri əsasən bir 700-800 il gələnək əsasında qurulmuş bir dövlətdilər. O qədər də bir-birləri ilə fərqləri yoxdur. Bəlkə formada, giyinişdə, o eşikdən baxışda fərqləri olar. Amma əsasən içəridə mahiyyət olaraq o qədər də fərqli deyirlər. İslamdan sonra 200-300 il ondan sonra yavaş-yavaş İranın Hindistanda gedib yerləşmiş Sasani şahzadələri bir hərəkət başlatdılar. O sonralar Şubu adında ad verildi. Bunların məqsədi bu idi ki, İran ya Pərs milliyyətçiliyini yenidən inşa edələr, onun üzərində dövlət inşa edərlər və bunu müxtəlif yolları ilə həyata keçirmək istəyirdilər. Bunun iki böyük qolu var idi. Bir qol Bağıstan Gərah, yəni İslamdan öncə Sasani dövlətinin ihya eləməsi, o gələnəyi qabağa gətirmək, o ultranasionalizm İranı ki biz indi deyirik, bu mahacim İran milliyyətçiliyinin ən böyük prinsipi keçmişdə Həxamənişlər və Sasanilərdir. Müntəha o türk dövlətlərinin və müsəlman dövlətlərinin indiki İranda egemen olduqları və onların o zərbələri, zorları, əllərindəki qılıncları bu icazə vermirdi. Bunlar bir ayrı qol orada icad elədilər və bu gəldi nəhayətən Səfəvi dövründə şiəçiliği yaratdı. Dərvaqə bu elə bir dənə makasdır, bir makas o ultranasionalizmdən gəlir, ziddi İslam qoludur, bir qolu da şiəçilikdir. Bunlar ikisi birlikdə edə bilirlər ki, bu kəssinlər. Bunlar nəyə kəsdilər? Bunlar bir, ərəb mədəniyyətini o hozurda kəsməyə çalışırlar. Bir də türk mədəniyyəti və türkün gələnəkləri, bunların əsl, onların varoluşunun qabağında antitezdir ki, mövcuddur indi. O zamandan da var. Turan adında Firdovsunun əsərində adlanılır. Bu gün deyil, oturdu bu gün nə görürsünüz ki, məsələn Zəngəzur istiqdalanı açıda tez deyirlər, bu Turan dalanıdır və bunun qabağında duraq. Yəni istədim əvvəl deyəm o zehniyyət nədir? O şuubi gələnək gəlir, bütün türk dövlətlərində Səlcuqlular, Qəznəvilər, onların arxasında gələnlər Elxanlılar, ta gəlir Səfəviyə qədər
o arxa planda bu çalışır. Səfəvi dövründə bu o məzhəbçilik ilə gəlir qüdrətə çox yaxınlaşır. O anlam yaranır ki, Sasani dövründə var idi və bu məsələ, atalar məsələ ya Firdevsi dediği kimi çe ferman şah, çe ferman Xuday. Yani destur ya şahındır ya da Allah'ındır. O zamandan bu terminlə gəlir İran dövlətçiliyinə varid olur ki, şah Allah'ın kölgəsidir. Tamam mı? Bu gəlir nəhayətdə bunlar eləyə bilirlər. Qacar dövlətini İngilislərin əli ilə yıxdığı, o kudeta elədikləri zaman Rızaxanı işə gətirəndə bunlar nəhayətən 700-800 ildən sonra eləyə bilirlər ki, dövlət mən hakimiyyət demirəm. Dövlətdən nəzərim rejim. Yəni məmləkəti idarə edən qüvvəni ələ gətirilir. O zamandan ki, bunlar ələ gətirirlər, bunlar başlayırlar yeni bir ideoloji yaratmağa. Bu ideolojinin adı İran şəhridir. İran şəhri deyirlər ki, Çindən ta Avropaya kimi bu Pərs ya Fars imperatorluğunun egemenlik hozəsidir. Orada həm bunun mədəniyyəti var, həm dili var, həm devlətçiliyi var və bunu biz yaymalıyıq və bunu da hifz eləməliyik. O yüzden birdən Azərbaycan devləti kimin devlət? Təşkil olanda bu indi dünyada bir dənə respublikadır. Bunun nümayəndəsi var, dövləti var, rejimi var. Yəni bütün ədəvatlar ki, bir dənə dövləti yarada vardır, amma o egemenlik ki, İran şəhri təfəkkürüdür, bu bunun tam ziddindədir. Yəni iki unsur ki, biraz öncə dedim, ərəbiyyət və İslam və türkçülük, elə o da ikisi də bu dövlətin içində var. Ona görə bu İran şəhri tezinin antitezidir. Bəs bunu rəsmiyyətə əgər tanısa bu dövlət, İran dövləti, İran rejimi öz mahiyyətini sorğu altına alır. O yüzden bunu qəbul eləmir. Üzdə diplomatik rabitələrdə dünya səviyyəsində deyib, bəli, mən oranı tanırım, hətta orada səfirliyim var, hətta ilk dövlətlərdənəm ki, Azərbaycan dövlətini 1991-dən sonra rəsmiyyətə tanımışam. Amma əməldə bunu rəsmiyyətə tanımır və bunu o dövlət propagandasında, bunun çıxdığı yazılı mediada, görsel mediada, radyolarda və arxa cinahda, dərin dövlət dediyimiz qavramda oranı İranı Şimalı tanır, İranın bir ustanı tanır və onun prezidentini təhqir edir, dövlətini təhqir edir, millətini təhqir edir və deyir ki, ora İranın bir ustanıdır, Vels valısıdır. Ora bizimkidir və oraya getməliyik. Bakı Respublikasıdır. Ermənistan aya sizinki deyil miydi? Ya Türkmenistan o tərəfdə sizinki deyil miydi? Haratmaya sizinki deyil miydi? Niyə, nədən siz bu Azərbaycana bu qədər provokativ yaxlaşırsınız? Bu demək ki, bu rejimin mahiyyətində Azərbaycanı qəbul etmək bir şey yoxdur. Və hər zaman, əlindən gəldiyi zaman həm bu rabitələri gərgin etməyə çalışır və həm Azərbaycanı nüfuz edib, Azərbaycanın o hakimiyyətini xətərə salmağa, onu da başarmasa oranı bulandırıq tutmaya çalışır. Bunu nə cür edibdir bu illər boyu? Ya orada o dinci, məzhəbçi kəsimi orada təqviyyət edib, Azərbaycanın içində qargaşa yaratmağı ilə, bir gün İmam Hüseyin adına, bir günlərin başqa bir şeyin adına, orada ikicəlik yaratmaya çalışıbdır. Hər zaman bunu edib və ya Azərbaycanın torpaqlarını işgal edən dövlətə hər cür sursatı təmin edərək Azərbaycanı zəif tutmaya, orada qargaşanı həmişə zində saxlamağa çalışıb. Bu yaxlaşım ilk gündən, Azərbaycanın təşkil olduğu gündən ta bugünə kimi vardı. Amma arada nə olur? Arada jeopolitik və məntəqi güclər var, durumlar var, İranın vəziyyəti var. Bunu gah zaman tam çıxardır önə, o yerə yetirir ki, İran dövləti sərhədlərə qoşun yeridir, gətirir orada o Azərbaycan, Ermənistan ən o mühüm çatışması günü gətirir orada
hətta əskər yeridir Azərbaycan torpağına, ermənini səyirir orada. Hifz eləsin, Azərbaycan gəlib öz torpaqlarını almaqda zəhmətə düşür. Və ya itilat olaraq buradan gördüğünü Erməniyə deyir, Erməni orada o işi görür, amma nəhayət o 44 günün ərzindəki o savaşda ona məhvəq olmur, nəticətən Qədir gəlir Dalıya, sonra başlayır sülh müqaviləsini xətərə salmağa. Ki, bura bizim yolumuz Ermənistandır, ora bizim koridorumuzdur, Avropa yolumuz odur. Halbuki Azərbaycan əslində əgər biz o tərəfdən, şimal cəhətindən geçsək, Azərbaycan yoludur. Ermənistanın o bir nəqşi yoxdur. Nə orada yolu var, nə orada dəmir yol var, nə Ermənistan o qüdrətdə dövlətdir. Amma nəhayətən bura. Amma İranda hansı hakimiyyət işin üstündədir? Gənə bu məsələdə əhəmiyyət rol sayılır. İndi bu rejimin başında bir İran şəhri ola, bir Fars ola və ya Pizişkiyan ola. Qətən bunların fərqi olacaqdır və biz bunu görürük da əmələn. Bu 40 ildə biz həmişə görmüşük ki, Azərbaycanın əleyhinə belə üryan təhdidlər var, üryan provokanda var, amma Pizişkiyan gələn zamandan biz ələnən görürük ki, ortam yumuşanıb, siz dediyimiz kimi bir çalışmalar vardı. Demək ki, bu qanunlar, İranda olan qanunlar, İranda olan rəviyyələri, İranda olan prosedurları əmələ keçirən qüvvələr də bu işdə rol oynayırlar. Və biz burada Pizişkiyanın rolunu görürük. Burada mən bir parantez açım. Ərəb deyimində əhəmmu fil əhəm adında bir termin var. Deyirlər, ən mühüm məsələləri arasından bir dənəsi bunların hamısından mühümdür. Azərbaycan, Güney Azərbaycan əhalisi, millət hərəkətçi deyirik, təşkilatlar, insanlar, bunlar gəldilər əhəmmu fil əhəmmi özlərini tərif elədilər. O günkü rəisi öldü və indi Pizişkiyanı seçəcək ya bir başqasını. Dedilər, əhəmmu fil əhəmmimiz nə mənədir? Dedilər, əhəmmu fil əhəmmimiz elə ərəbə əyə desək, o termini işləsək, budur ki, şərrin dəfi, yəni dəffur şər, əhəmmu fil cəzbul xeyr. Yəni biz xeyri sözümüzə tərəf gətirə bilmirik. Bu rejimin kökü 800 illik bir dənə anti-Türk, anti-İslam, anti-Ərəb dövlətdir. Bəs biz hər şeyi düzəldə bilmərik. Bəs biz gedək, heç olmasa bizə gələn şərrin qabağını alaq. Şərrin qabağını alandan sonra eləyə bilirik ki, özümüzə xeyri də yolunu açaq. Gəldilər, dedilər, bəs biz neyniyək? Biz bir dənə burada Pizişkiyan var, bu bizə bir dənə gün, 40 ildən sonra, 45 ildən sonra bir dənə şansıdır. Bir dərbəçədir, bir işıq yolu da açılıbdır. Gəlin gedək bunu alaq, bu işi qoyaq yerinə və oyun içi 40 ildir, 45 ildir qurulub, o oyunu pozaq. Azərbaycan millətinin ən böyük özəlliyi məncə, əgər oyun da qura bilmir, çox gözəl oyunları poza bilir. Eləmi? O gün pozdular. Doğru. O gün oyunu pozdular. O oyunun pozulmağının nəticəsi Pizişkiyan idi. Pizişkiyan dəqiq gördü ki, əgər Azərbaycan olmasaydı, əsla və əbədə imkanı yox idi. Oranın dərbəcəsini də ona göstərməzdilər. Azərbaycan onu gətdi. Bu da Azərbaycana borcunu vermək istəyir bir tərəfdən, siyasi cəhətdən. İkinci cəhətdə bu nəhayətdən mənim həmşəhrimdir. Mən bunu çox qəşəng tanıram. Bir universitetdə də biz olmuşuq birlikdə. Mənim tələbəlik zamanım, bu da orada tibb öğrencisiydi və təxəssüs alırdı. Yəni mən bunu görmüşəm, orada cələsində söhbət eləmişik, tanırım mən bu adamı. Bu adam bir İslamcı bir adamdır. Amma oğru deyil. İran sevər adamdır, amma İran pərəst deyil. Və bu birincidə vardı ki, mən Türkəm, Azərbaycanlıyam, mən İranlıyam da. O onu da deyil. Yəni bunların əsasda İran məmləkəti, əgər bu İran şəhri tezinin içində olmasaydı, indi bir ölkəydi Özbəkistan kimi, bir ölkəydi Azərbaycan kimi, ya Türkiyə kimi.
Kürdü də var idi, Türkü də var idi, Üzbəki də var idi, Taciki də var idi. İndi əgər bir normal bir dövlət olsaydı, Cumhuri, İslami ya Pəhləvi ya İran şəhri olmasaydı, bu dövlət indi həm İslam Ərəb ölkələrinin birliyinin içindəydi. Çünki içində bir 4 milyon, 5 milyon, 10 milyon Ərəb var. Ərəb də var. Həm 20-30 milyon Türk var. Türk blokunda da yeri var idi. İndi o 6 Türk dilli ölkə ki, indi gəliblə inteqrasiyon edirlər, istəyirlər orada bir dənə bir iqtisadi buluş düzəldərək, siyasi buluş düzəldərək. İran da onun içindəydi. Əgər o cür bir dövlət olsaydı, indi bizim bütün məntəqədə sülh var idi. İran niyə indi sülhü pozur? Çünki İran şəhridir. İranın məsələsi bu deyil ki, mən İslamam, ya Şiəyəm, ya Vəli Fəqihəm. İranın əsl məsələsi Pərs ultranasyonalizmidir ki, dövləti alıb əlinə. Əgər o olmasaydı, bir dənə Türk mənim kimin rahatçılığıyla deyə bilərdi, mən İranlıyam. Bir Şüd də deyə bilərdi, mən İranlıyam. Bir Bəluç da deyə bilərdi, mən İranlıyam. Amma indiki İranda sən o zaman deyə bilirsən İranlıyam ki, bütün o öz kimliklərini kənara qoyasan, deyəsən mən bir Fars ya İranlıyam. İranlı kimdir? İranlı Farsdır. İndi bu Türkdür. Belədir də. Yəni başqa axı böyük kimliklər var orada. Müxtəlif etnosların içərisində, yəni belə etnosların etniklərin içindəki ən böyükləri türklərdir da ki, rejimdə də. Yox, başa düşürəm. Axı dövlətin siyasi kimliyi olmalıdır. Bir də etnik insanlar müxtəlif etnik qrupdan ola bilər, fərqi nədir? Bəli, bəli. Amma bunu İran qəbul eləmir. İran deyir ki, mən ulus millətəm. Mənim ulusum Pərsidir. O birilər də məsələn deyir ki, o qəbul eləmir ki, İranda türk var. Deyir İranda bir Perslərin bir qismi Səlcuqlar gəliblər, Moğollar gəliblər, bunların dilini dəyişiblər, ediblər bunları türk dilli. O demir ki, bizdə türk var. O Qaşqayının olduğunu qəbul eləmir ki, o Azərbaycanın olduğunu qəbul eləmir ki, deyir, siz Azərisiz, siz türk dillisiz, amma türk deyilsiz. İranda olan ərəblərə 4 milyon, 5 milyon ərəb var. Demir ki, siz ərəbsiz, siz deyir, ərəb dillisiz, siz ərəb deyilsiz. O kimi qəbul edir? Tatları qəbul edir, Tacikləri qəbul edir, Kürtləri qəbul edir əmoğlu olaraq və orada qalan millətlərin heç birini qəbul eləmir. Deyir, sizin diliniz çönübdür. Yaxşı, Pezeşkiyan deyir ki, mən türkəm, mən Azərbaycan. Tamam. Burada Pezeşkiyan deyir, yox, deyir, mən türkəm. Gəlir orada açıq aydın oturur, danışır, deyir ki, mənim atam da türkdür, anam da türkdür, evdə uşaqlarımla da mən türkcə danışıram. Bu o antitezdir ki, biz axtarırıq da. Oradan Azərbaycan eləyə bilir ki, o nöqtəni alarını, o oyunu pozar və o oyunun pozmasının nəticələrinin biri budur ki, Azərbaycanla münasibətlər sürəti ilə yaxşı tərəfi olmağa getdi. Əlbəttə, bu təkcə Pezeşkiyanın etkisi deyil. Bunun bir başqa illəti də var. O da budur ki, İran dövləti məntəqədə şiddət ilə tək olub, yalqız qalıb. Gördünüz ki, bir neçə ay bundan öncə də getdilər, ərəblərlə də münasibətlərini ehya eləməyə çalışdılar və Ərəbistanı Suudi ilə də münasibətlərini düzəltdilər. Onların elçiliyini vurmuşlar, dağıtmışlar, imkan verdilər, onlar gəldilər, yenidən elçiliyi açdılar. Yəni bu deyil ki, üçün Pezeşkiyan dedi, mən türkəm, eləyə bildi ki, o dövlətdə nüfuz eləyə və birdən-birə deyə, dur, stop, büyündən Fars milliyyətçiliyi eləməyəcək. Yox, o da İran dövləti şiddət ilə tək qaldı. İran dövlətinin ehtiyacı oldu ki, o sanksiyaları bir yolu ilə qapıları açsın. Buna kimə ehtiyacı var? Buna birinci növbədə Türkiyəyə ehtiyacı var. İkinci növbədə Ərəb dövlətlərinə, Qətərə ehtiyacı var, Əmarata ehtiyacı var və Səudi Ərəbiyə ehtiyacı var. Türkiyəyə də ehtiyacı olduğuna görə Azərbaycana da ehtiyac duyurur. Çünki Azərbaycan eləyə bilibdir ki, bu keçən 30 ildə ilmi toxuya çox şeyləri ki, onların biri də Türkiyə dövlətinin içində nüfuzu və Türkiyə dövlətinin
olaraq ələ keçirməlidir. Yəni indi dünyada Türkiyə istəyər Avropada, Amerikada bir söz sahibi ola, yanında bir güclü müttəhid istəyir, o da Azərbaycandır. Azərbaycan eləyə bilir Türkiyə ilə İsrailin münasibətlərini yaxşılaşmasında, tərmim etməsində köməklik eləsin, Amerika ilə arasını düzəltməkdə, Türkiyədən istifadə edərək öz enerjisini ixrac edir. Əlbəttə. Türkiyə oradan pul qazanır. Nəhayətdə Türkiyədə çox maraqları vardır. Türkiyə təkcə biz türküyük, çünki biz qardaş ölkəyik. O da Türkiyə indi bu gün Yunanistanın qabağında dayanmaq üçün Azərbaycana ehtiyacı var. Çünki Azərbaycan eləyə bilib getsin Yunanistanda oranın enerjisini alsın əlinə. Azərbaycan eləyə bilib İsrailin enerjisini alsın əlinə. Azərbaycan eləyə bilir ki, Rusiyanın qazının yerini doldursun və Avropada söz sahibi olsun. Ona görə Türkiyənin dədəsi xeyrinə deyil, mənfəətləri var, ali mənfəətləri var. Odur ki, bunların hamısına baxaraq İran da o ehtiyacı duyur və məcburdur ki, münasibətlərini düzəltsin və düzəldir də. Gördünüz ki, çox sürət ilə Azərbaycan səfirliyinə o tövtəki olmuşdu adamı edam elədi. Münasibətlərini aşmağa indi cəhd edir ki, qapıları açılsın, indi təyyarə meydanlarını açır, get-gəl istəyir çox halda, istəyir bir növ ilə oraya nüfuz eləyə, bir nəfəs yolu özünə açır. Və buna da Pezeshkian köməklik edir və buna da Azərbaycan millətinin marağı var. O gün ki, İran dövləti Hind sursatını istirdi apara verə Ermənistana, o gün ki Rusiyadan gələn sursat istidir apara verə Ermənistana, elə bizim millətimiz Təbrizdə onu dayandırdı. Bəs o qədər də rahat deyilmiş bu işləri görmək. Bunların hamısına baxaraq, indi bu münasibətlər bu dəqiqə və indi bu dəqiqə Ukraynanın, Rusiyanın bu məsələsi, bu dünənki bu saldırı ki Ukrayna elədi, Rusun əleyhinə, Azərbaycanın o qədər əhəmiyyəti çoxaldı dünəndən. Təbii ki, təbii ki. Yəni bunlar çox önəmli məsələlərdir. Yəni biz birdən məsələn sünnəti olaraq, gələneksel olaraq həmişə demişik ki, Ruslar və Çin Turan düşmənidirlər və bizim filanımızdır. Amma bu dəqiqə elə bu Putinin Rusiyası bizə daha yaxın olur. Daha indi biz bu Ermənistan münasibətlərimizdə əgər Putinin o yaxlaşımız olmasaydı nə qədər işimiz çətinləşərdi. Təhmaz bəy, o ona görə oldu ki, Azərbaycan gücləndi. 90-cı illər deyil. İstəyirəm bunu deyəm ki, özün güclü olasan ki, elə olsun. Bu zəmin ki, biz adını qoymuşuq siyasət, bu zəmin ki, adını qoymuşuq mücadilə, dövlətlərin alış-verişi, bu oynur. İndi bu oynayış bizim nəfimizdədir. Nəhayətən onların hamısı İranın içində də türkülüsünün, türk millətinin nəfinə olan bir gedişatdır. Demək, bunların güneyə böyük bir təsiri var demək istəyirsiniz də. %100 təsiri vardır. Necə ki, indi siz baxsınız, məsələn, əgər bizim bir təşkilatımız olsaydı, bir qurumumuz olsaydı ki, bu Facebook'u bilmirəm, Instagram'ı onu rəsəd edəsəydi, yazsaydı ki, nə oldu? Burada məsələn neçə dənə akant vardı ki, Azərbaycan akantıdır, neçə dənə vardı ki, bizim terminləri aparır qabağa, bizim mənfəətlərimizin üzərindədir. Birdən biz görürük ki, bu keçən illərdə və xüsusən bir il bu bir əcayib bataq yaradıbdır. Dün ya irəli gün BBC-nin Fars bölümü bizim Savalan dağından bir foto şəkil yayınlayıb, orada ay çıxır və yazıb burada Savalandan ay doğdu. Mən getdim onun altına baxdım, 5-10 dəqiqə baxdım o kommentlərə, sonuna gətirə bilmədim. Minlərcə bizim gənc, ağa, xanım, qız, oğlan gedib orada yazıblar ki, nə Savalanı? Oranın adı Savalandı, oranın adı Sultan Savalandı. Niyə bunlar? Bu 3 il bundan qabaq, 5 il bundan qabaq, 10 il bundan qabaq təsəvvür edə bilməzdik belə bir şeyləri. Demək ki, bütün bu gedişat bizim nəfimizədir. Mən keçəndə bir yazı yazdım ki, vərəq çönür yavaş-yavaş. Mən çox danışdım sizin zadinizə, amma ehsas edirəm ki, bunlar deməli sözüdürlər, deməmiz lazım idi.
Ya bu çox vacibdir. Vərəq çevrildi. Yəni bunu qısaca bir sonda şərh eləsək. Vərəq çevrildi nə deməkdir? Güneydəki atmosfer tamam dəyişilibmi? Əvvəlkindən fərqlidir. Bunu demək istəyirsiniz? Məncə çox əcaib dəyişilib. Çox əcaib Oradan. dəyişilib. Elədir. Ha? Çox əcaib dəyişilibdir. Bunu traktorda gördük. Traktorun qəhrəman Traktorda olduğunu 100% gördük. mən gördüm. Bunu orada gördük. Bunu bu məcazi səhifələrdə, bunu Instagramda görürük. Aha. Yüzlərcə, minlərcə orada qızlar, oğlanlar və xüsusən qızlar çalışırlar. Material yaradırlar. Türkcə fukahı, Türkcə siyasi məsələ, Türkcə tarix, qolçaq düzəldirlər, yemək bişirirlər, qısa tiyatrolar yapırlar. Bir də, iki Ya də, doğrudur. beş də, Mən də 10 də. görmüşəm. Güneyli blogerlər çoxlu çıxıb belə. Nə Food bloger, acayip. o birisi Bunlar bloger. birdən çıxıblar. Bunlar demək bir deyirlər. Biz 30 il ki yazmışıq, pozmuşuq, zindana düşmüşük, hərəkət eləmişik, xiyabanda vurulmuşuq. Çiçik qüvvələr, çiçik adamlar, böyük bəs bir dalğa yaranıbdır. Bu dalğa eyni halda siyasətdə özünü göstərir. Pizişkiyanı kim çıxartdı? Pizişkiyanı ilə bu blogerlər çıxartdılar. Pizişkiyanı ilə sən, mən, o, bu danışdıq. Yəni indi bizim bir səsimiz var. Rəsmi səsimiz yoxdur. Nə İran opozisyonu kimi onlarca televizyonumuz var. Nə onlar kimi qurumlarımız var. Nə onlar kimi eləyə bilmişik lobi düzəldək. Heç bir də bunlar yoxdur. Amma biz xalqıq. Şübhəsiz. Biz xalqıq. Özü də İranda dominant xalqıq. Biz 1000 il orada dövlətçilik eləmişik. Ordu bizim əlimizdə olubdur. İndi dalıyıq, heç bir şey deyil. Bir 6000 illik, 7000 illik bir millətin, bir tarixin içində 40 il göz çarpıncı kimi bir şeydir. Siz hesablayın, dəqiqə ilə hesablayın, saniyəyə salın bizim 7000 il geçmişimizi. Bu 40 ilimiz o 7000'in içində nə mənadır? Gözünü aç bağla. Yəni biz boğulmamışıq ki. Biz bir səssizliğə, bir nəfəssizliğə düşmüşük, indi ondan çıxırıq. Həqiqətən mən 3 il, 5 il bundan qabaq məndən soruşsaydınız, mən deyərdim, bax, nə millət olaraq bir şey qalmışıq, kütlər bizim başımızdan vurur, erməni vurur başımızdan, hətta evimizdə öz dilimizi düz danışa bilmirik, biz ölmüşük. Amma indi mən deyirəm, bax, baxın, siz baxın, biz bir millətik ki, dilimiz rəsmi deyil. Adımızı qoymur seçək. Sən aparırsan uşağı, sən adını qoyarsan Elşən, orada deyim mən vermərəm. 10 ildə qalsa, bu uşaq xəstələnsə də, buna sigorta da ehtiyac olsa, mən bunu vermirəm. Apar adını qoycuna Həsən, apar adını qoy Hüseyin, mən bunların hamısını sənə verim. Orada 1də, 2də, 5də, 100də, minlərcə insan illər boyu dayanır, gedir ədliyyəyə başvurur, o axırda o Elşəni alır. Gözəl. Təvəccüh buyurursunuz. Yəni indi biz nə biləm, vərəq dönüb. Çünki millət bunu anlayıbdır. İndi bizim xalqımız bunu anlayıbdır. Baxın, bu çox böyük təsir olubdur. İndi Türkiyə, Suriye'nin təcrübəsindən sonra bu bilir ki, ikinci bir Suriye'ni yaratmaq Urmiyədə çox rahatdır. Bu Türkiye'nin ulusal haqlarını, dövlətini, dərin dövlətini, indiki dövlətini, hakimiyyətini, rejimini, hər bir şeyini bəqa sorununa soxar. Elə deyil. PKK'nın başına nə gəldi? YPG'nin başına nə gəldi? İranda onu, İran dövləti onun dalında, öz torpağında o iş dayandı. Niyə dayandı? Çünki minlərcə insan 10 illərdir top meydanında, hər bir etirazda, hər yerdə çıxır. Bütün bu gedişat ki, onları şərh etməyə çalışdım, bu geçən illərdə olan işlər və məntəqədə olan işlər bahis olubdur ki, Azərbaycan həm dövlətini, həm Azərbaycan milləti cənubda bu gedişata əsər qoya, hər şey fərq edir. Başqa bir məsələ də budur ki, Azərbaycan dövlətinin əli daş altından çıxıb. O 44 günlük savaşdan sonra o günə kimi 30 il idi ki, Azərbaycan dövləti daş altındaydı. Əli. Hər tərəfdən məhdudiyyəti var idi, savaşdaydı.
torpaqlarını istirdi azad eləyə. Bu torpaqların əsir olduğu vaxt həm öz xalqının intizarlarını bərabər eləyə bilmirdi. Onların torpağı düşmən əlindəydi. Həm şəmatət altındaydı. İstədin danışasan deyirdi ki, Ərəqçənlər eləyə bilməslər ki, ordular ora. O Amulu gəlirdi orada deyirdi ki, biz müsəlmanıq, biz eləyə bilirik torpağımızı. Azərbaycan müsəlmanlar ki, bax Ərəqçillə ola. Ola savaşamazlar ki. Bunu deyirdilər da. Ondan da gəlirdilər, orada o xalq narahatdır, bir tərəfdən iqtisadi narahatçılığı var, bir tərəfdən min cürə bir dənə ölkədir da, problemi vardı. Təbii olaraq insanlar min cürə istəkləri vardı, qrup insan var, bir də torpağı altındadır, bir də ona şəmatət var. Həm özündən olan, öz bildiği insan onu şəmatət edir ki, bax, siz necə insansınız ki, 3 dənə siz erməninin əlində qalıbsınız. Vəssalam. Yəni bu çox bizə nə qədər yəni başımızı qozaya bilmirdik heç kəs. Azərbaycanlı məğlum idi, Azərbaycanlı şikəstli idi, Azərbaycanlı boyu qalxızdıra bilmirdi, boynunu qozaya bilmirdi, düşmənin üzünə baxa bilmirdi. 3 dənə bax ermənidirlər, bax sizi görəyiniblər. Amma o erməninin dalında duran qüvvələri İran dövlətini Azərbaycan neynədi? Əli daşdan çıxdı. Əli daşdan çıxmaq həmən bir dənə səfirliyinə olan işi İrana necə mal elədi? İran necə ağlamağa düşdü, getsin onu bağlasın, işi cürləsin. Bəs demək olar, hər şey indi bizim nəfimizədir bu gedişat. İndi bu dəqiqə İran dövləti əllərin qozuyub yuxarıya. Amma dili deyir. İndi Amerikaya dili deyir, hər yeri təhdid edir, amma bu, hamı da bilir ki, bu yalandır da, bu olmayacaq ki. Ola bilər bir dənə ölkənin 3 dənə füzəsi ola. Amma o füzələri atmağa 1 gün, 2 gün, 3 gün, 5 gün söhbət deyil ki, onun arxasında bir qüvvə olmalıdır. İndi İran dövlətinin o qüvvəsi yoxdur. Neçə yoldan İran dövlətinin yolları bağlanıb. Sözlərimin əvvəlində o əhəmmi fil əhəmdən söhbət elədik da, indi İranın bir dənə, 2 dənə əhəmmi fil əhəmi yoxdur ki, bütün mühümlər əhəm olubdur. Bir tərəfdən quraqlıqdır, bir tərəfdən dəryaları qurur, suları qurur, quyuları qurur. O tərəfdən dünyanın 2-ci qaz rezervi olan dövlət qaz təmin edə bilmir. Elektrik təmin edə bilmir. Milli pulu ən düşük vəziyyətə düşübdür. Sərhədlərini qoruya bilmir. Milli istihbaratı çöküb. İsrail gördüyü işi gəlir görür. İstədiyi adamı vurur. Xoşu gəldiyi yerdən gedir, sənə doğulur. Hər bir iş görür. Amma bunun qabağına çıxan yoxdur. Bunun bütün normal şeyləri olub, mühüm şeyləri olub. Əhəmmiləri bir dənə də, 2 dənə də, 3 dənə də. Nəhayətdə bu, hamısı bu bizim oyunbazanlığımız da, bayaq dediyim, bunda təsiri vardı, bunda rolu vardı. İran gəlir bir iş görsün, bütün yolları bağlır, Azərbaycan millətinin üstünə, Azərbaycan milləti gedir. Traktorun stadionunda 100 min insan yığışır oraya. Bütün bunun ördüğü şeylər orada aradan gedir. Gəlir 15-ci dəqiqədə ana dilini istəyir, 20-ci dəqiqədə qızlarının haqqını istəyir. Onun arxasından məsələn gəlir Fars, onun o oyunçusunun anasına tohin edib, onun anasına yaman deyib, analara gedib, baxın tezi ki Azərbaycan onun əleyhinə işlədir. O deyir ki, sən yaman dedin, mən yaman deyəcəyim. Bu yaman deyil, bu gəlir anaları stadionda çıxardı göylərə deyib, bunlar bizim mələklərimizdir. Azərbaycan yəni o yerdən buna zərbə vurur ki, o ona amadə deyil. Sizin məhəllənizdə bir nəfər var, hamıya daş atır, hamıya bıçaq çəkir, hamıya filan verir. O amadədir ki, siz gedəsiniz, onu da siz daş atasınız, siz bıçaq çəkəsiniz, o işin sizə görə bilər. Siz gedirsiniz, neyinirsiniz? Onun tam o bilmədiyi, oxumadığı yerdən ona zərbəyizi vurursunuz, hüquq ilə vurursunuz.
Onun əlin qolun bağlısı Maraqlı. və elə bir əməliyyat edirsiniz ki, sizin ətrafınızda düşmənləriniz də sizə heç bir mənfi puan verə bilmir. Bunların hamısına mən deyirəm ki, vərəq çönübdür. Çünki insanların beyinləri indi fərqli çalışır. Bizim gələneksel şəraitdə indi Azərbaycan millətinin beyni çalışmır. Tam o 21-ci əsrin insanının beyni çalışır Azərbaycan beynində. Və bu başqa yerdə belə deyil. Başqa adamların nə stadionları elədi, nə xiyabanları elədi, nə qoyduqları əyləncə tərzləri elə də. Baxın, siz indi bu gün Azərbaycanda müqamət müsabiqəsi olur. Təbrizdən bir qız gedir orada. Bakıda dərs oxuyan qızdan daha yaxşı orada oxur. Buradan bir oğlan gedir, Mansum orada çıxırdı ki, sən Təbrizi bizə həsrətini gətirdin buraya. Yəni düşmən oxumadığı yerdən vurulur. 100 il idi, bizə deyirdi ki, siz türk dillisiniz, türk dərsiniz ki. O musiqi sizin deyil ki, o xalq sizinki deyil ki, ola arandılar, ola Azərbaycanlı deyirlər ki. Amma sən görürsən ki, o yerdən ki, tam bilmədiği yerdən biz oradan sorguları gətiririk və bu imtihanda düşür. Ona görə mənim hissim budur ki, bir, Azərbaycan dövləti məntəqə dövlətlərindən ataq alıb gedib qabağa. Siz baxın, məsələn, Azərbaycan dövlətinin indiki İsrail-Ərəb konfliktini necə müdiriyyət edir, Türkiyə necə müdiriyyət edir. Türkiyə əsasən gəlib gedib orada Azərbaycan diplomasının klaslarında oturub öyrənmək lazımdır. Elədir, elə deyil. Elədir, əlbəttə. İndi bizim bölgənin bütün orduları Azərbaycanın məhzərində gəlib dərs oxumaları lazımdır. O Şuşanı siz necə aldınız? Siz o oyunları necə qurdunuz? Köhnə təyyarələr yolladınız, onlar S-300-lərlə vurdular, yerlərini tapdınız, dronla vurdunuz onları. İndi bu möcüzə ki, Ukrayna yaradıbdır, o möcüzələrin 3-4-ünü biz 44 gününcü savaşda oradan başladı, əlbəttə. Oradan başladı. Elədir, elə deyil. Mən 15-16 il bundan qabaq gəlmişdim Bakıya, oradan da bir getmişdim Gəncəyə. Keçən ildə gəldim. Keçən ildə gəldim, Bakıdan belə getdim Gəncəyə, oradan getdim Şəkiyə, bir Azərbaycanı gəzdim. Bakıdan Gəncəyə mən keçən səfər 8-9 saata getmişdim. İndi nə yollar? İndi nə benzin istasyonları, nə hotellər. Amerikada yoxdur, mən Amerikada yaşıram da. Mən Bakıda getdim neçə dənə mala, elə bizim bu Virginiyada, Washingtonda biz gündə getdiyimiz yer idilər. Mən oradan geçdim Gürcüstana. Gürcüstanda siz bir tükana girirdiniz, heç bir şey yox idi. Amma Azərbaycanda siz burada, mən Washingtonun ətrafında yaşıram da. Dünyanın ən gəlişmiş ölkəsinin ən gəlişmiş nöqtəsindəyim. Burada olan şeyin hamısı Azərbaycanda var. Mən demirəm Azərbaycan dünyanın ən birincidə hər şey yerindədir. Yox, onu demirəm. Hələ yolu var. Amma Azərbaycan tam bir dənə Amerikalı keçsə, Bakıda çox rahatlıqla yaşaya bilər, heç bir şey də olmaz. Amma bunu Gürcüstan eləyə bilir, bunu Tehran eləyə bilir, bunu indi bu gün İstanbul eləyə bilir. Bugün bu Moskovada var, məncə yoxdur. Bu Azərbaycanın yəni inkişafıdır, bu Azərbaycanın qüdrətidir, bu Azərbaycan yəni gedir qabağa. Biz Azərbaycanlıq ölkəmiz istəyirik, ora dünyanın ən gelişmiş yeri ora, demokrasi dünyanın ən başında ola deyil. Amma bu bizim gözümüzə kör eləmir ki, biz bir ətrafa baxaq. Bir dünyanı gəzirsən, buradan siz buyurun gedin Albaniyaya. Yəni elə ölkədirlər ki, bizlərə Azərbaycana da şey istəmiş ki, viza istəmiş ki, buyurun gedin, Makedoniyaya gedin, bir də gedin Azərbaycana. Bunu yəni bizim millətimiz gərək bilə də, bunu bir Təbrizdən gedən, Urmiyadan gedən, Tehrandan gedən Azərbaycanlı bir dəfə gedir Bakıya, bunu vaqəən görür də, gözü ilə görür də. Bir dəfə də gedir Antalyaya, bir dəfə də gedir İstanbul'a, görür, yox da görür Azərbaycan
Azərbaycan fərqli Azərbaycan olub da. 10 il bundan qabağın Azərbaycan deyil ki. 20 il bundan qabaq bizim öz məsələn dostumuz Güntay Gəncəl bir yazı yazmışdı. Bakının tuvaletləri. İndi Bakı hardadır indi? Bakı olub Dubey. Yox, Həqiqətən. bunlar aydındır Təhmaz bəy. İnkişaf var Azərbaycanda, onu demirəm. Amma bunun Güneyə konkret bir təsiri varmı Güney Azərbaycandakı proseslərə? Bunu Günəyə demək konkret soruşmaq. təsiri vardır. Bunun təsiri olmasında da Azərbaycan bu qədər özünü mənimsəməzdi. Azərbaycanlı gedib cəhd eləməzdi uşağının adını Azərbaycan dilində qoyardı. O musiqi orada o qədər inkişaf eləməzdi. O qədər tiyatro. Baxın görün neçə nəfər bu son zamanlarda Təbrizdən getdilər Bakının televizyonlarında proqram etdilər. Yəni o televizyona çıxmağa bəlli bir musiqi bilmən lazımdır. Orada bir tiyatro işləməyə bəlli sənin bir zadın olur. Yəni orada Azərbaycanın uzal heyət orada oturubdu. Orada tüm bu Təbrizdən gəlib ona xal vermir ki. Onun musiqisi vardı. Bunu bir yerdən öyrənib də bu adam. Baxın, mən Təbriz Universitetində təhsil edəndə 30 il bundan öncə mən 35 il öncə lisans almışam. O zaman məsələn mərhum Əli Səlimi var idi. Təzə onda izin verirdilər ki, bir tar çıxa eşiyə, bir millət bir klas qoya filan. Bu bizə deyildi ki, biz 10 illər boyunca getmişik yer altında, zirzəmidə duvarlara akustik olaraq yumurta o müqavvalarından yapışdırmışıq. Səs eşiyə getməyə. Biz orada eləyə bilərik 2 dənə tar çalaq. Əgər indiki Azərbaycan dövləti, Azərbaycan konservatorluğu olmasaydı, bizim də tərəfdə bu musiqi də getmişdi, dil də getmişdi, hər şey getmişdi. Ora vardı ki, bura vardı da. Və tüm bizdə vardı, Azərbaycan vardı. Yəni biz də olmasaydıq, o cür o sursatı da aparardıra, verərdir Ermənistana da, onu da biz qoymadıq da. Yəni biz bir bütünük. Biz nə qədər də bir-birimizdən ayrı olsaq, biz bütünük. Bugün mən Urmiyədə öz anamla, atamla necə danışdığımda indi sizinlə o cür danışıram. Bunu bir Bakılı bizim həmvətənimiz deyəcəkdim ki, mən anlamadım bunun sözünü. Yox, biz bir millətik da, bizim hər şeyimiz birdir də. Vərəq çönübdür. Mən sizə... Elə söhbət də ondan gedir. Bəli. Nə gözəl, Təhmaz bəy. Elə verilişin sonunda da bu sözü elə işlətməklə bütün anlamı demək olar. Vərəq çönüb, belə demək olar. Vərəq çönüb. Yəni biz bunu bir yerdə yazaq, hamımız odamızda, qonaq yerimizdə bir yerdə yazaq, vərəq çönübdür. Və bu gedişatı biz eləyə bilək ki, bunu aparaq qabağa. Mən sizdən çox təşəkkür edirəm. Bu imkanı verdiniz ki, mən danışdım. Siz sağ olun, siz sağ olun. Gözəl ifadələr işlətdiniz. Yəni mən hiss edirdim ki, bunu millət eşitsin də. Biz neçə il başımızı salmışıq aşağıya, biz səsimizi gür çıxarda bilməmişik, indi səsimiz gür çıxır. Hamımız biz əl-ələ vermişik. Azərbaycan prezidentindən tutub, oradakı əskərdən, ölən, şəhid olan ailədən, ta bizdə olan bu zindana gedənlər, bizim kimin adamlar ki, vətəndən dərgin düşüblər, 10 ildir görmürlər, anaları ölür, ölkələrinə gedə bilmirlər. Bunlar hamısı əl-ələ veribdir, indi biz bu vərəq çönübdür və çönəcəkdir. İran dövləti də o halda qalmayacaq, o düşdüyü zaman biz ayrı bir yerlərə gedib çıxacaq. Çox sağ olun. Siz sağ olun. Biz bu söhbətləri davam elətdirəcəyik. Bu dəfəki söhbət üçün dərin təşəkkürlər. Çox sağ olun. Minnətdaram. Təşəkkür edirəm.